kimi qarşılar? Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Qabul danışma. Qalbayana görüm. Farsda seçilmiş həbs şəxsləri 5 min qalma hesabına 2024-cü il mayın 14-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Xətai rayonunda törədilmiş ağır cinayətlə əlaqədar birgə məlumat yayıb. Belə ki, mayın 9-u saat 23 radələrində İzzət Orucova küçəsi 21 ünvanında yerləşən Orta Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsəfər İslamov gözətçi işləyən Natiq Mehdini bıçaq zərbələri ilə öldürüb və meyidini hissələrə ayırıb. 14 may 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə İzzət Orucova küçəsi 21 ünvanında yerləşən 55 nömrəli orta məktəbdə baş verib. Məlum olub ki, itkin düşən Natiq Mehdinin meyidi Xəzər rayonunun Mərdəkan qəsəbəsində Ramin Qasımov küçəsində bastırılıb. Şübhəli şəxs qismində saxlanılan Elsəfər İslamovun göstərdiyi yer qazılaraq salafan torbalara yığılmış, müxtəlif hissələrə ayrılmış insan cəsədi aşkar edilib. Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1964-cü il təvəllüdlü Natiq Mehdinin ölümünə aldığı bıçaq yaraları nəticəsində baş vermiş massiv qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, mayın 9-u saat 17 radələrində Elsəfər İslamov iş yoldaşı Rasim Tağıyevlə görüşərək 3-cü mikrorayon ərazisində yerləşən kafedə spirtli içki qəbul edib. Saat 22 radələrində orta məktəbin qarşısında saxladığı Mitsubishi markalı avtomobili götürməkdən ötürü ora yollanıb. Sanitar qovşaqdan istifadə etmək üçün məktəbə daxil olarkən gözətçi Natiq Mehdinin birinci mərtəbənin foyesində kresloda yatdığını görüb. İş yerində yatması ilə əlaqədar əvvəllər də aralarında mübahisələr olduğuna görə əsəbi halda foto şəklini mobil telefonu ilə çəkərək onu yuxudan oyadıb. Aralarında yaranmış mübahisə zamanı Elsəfər İslamov yumruq zərbələri ilə Natiq Mehdini yerə yıxıb, baş nahiyəsinə təpi ilə zərbələr vurub. Çölə çıxaraq avtomobildə saxladığı məişət təyinatlı bıçağı götürüb geri qayıdıb. Gözətçiyə 2 dəfə zərbə vuraraq onu qəsdən öldürüb. Mərhumun əynində olmuş idman şalvarını, gödəkçəsini, köynəyini və alt paltarlarını çıxararaq məktəbin heyətindəki zibil qutusuna tullayıb. Bıçaqla meyidi hissələrə ayıraraq başını, bədənini, qollarını və əllərini salafan torbalara yığıb, cinsiyyət orqanını kəsərək zibil qutusuna atıb. Mayın 11-də torbaları maşının yük yerinə qoyub Mərdəkan qəsəbəsinə aparıb. Məişət tullantıları olan sahədə təxminən 1 metr quyu qazaraq meyidin hissələrini orada bastırıb. İş üzrə dindirilmiş Elsəfər İslamov bildirib ki, 1966-cı ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. 1994-cü ildən 96-cı ilədək Xətai rayonunda 58 nömrəli orta məktəbdə fiziki tərbiyə müəllimi, 96-cı ildən 99-cu ilədək Qazaxıstan Respublikasının Aktau şəhərində xüsusi təyinatlı polis dəstəsində işləyib. Sonra Bakı şəhərinə qayıdıb. 2009-cu ildən hazırki vaxtadək 55 nömrəli məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. 2 dəfə ailə həyatı qurub. Natiq Mehdi 2022-ci ildən məktəbdə gözətçi işləyib. Mayın 9-da qeyri-rəsmi iş günü olduğundan Rasim Tağıyevlə görüşüb 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafeyə gediblər. Yemək yeyərkən araq və pivə içiblər. Saat 22 radələrində oradan çıxıblar. Avtomobilini götürmək üçün işlədiyi məktəbin qarşısına gəlib. Sanitar qovşağına keçərkən Natiq Mehdinin yatdığını görüb. İstifadəsində olan telefonla şəklini çəkib və onu yuxudan oyatıb. Niyə yatdığını
olduğunu soruşduqda, Natiq yatmağında heç bir problem olmadığını bildirib. Onunla oturaq vəziyyətdə danışdığı üçün əsəbləşib, ayağa qalxmasını tələb etdikdə gözətçi bundan imtina edib. Natiqin hərəkətindən əsəbləşib, başını sol tərəfinə yumruqla zərbə vurub. Yerə yıxılan gözətçi ünvanına ağır nalayiq ifadələr işlədib. Bundan qəzəblənib, ayaqları ilə başına və qarnına zərbələr endirib. 1-2 dəqiqədən sonra nəfəs almadığını görüb. Bıçaqla Natiqin sinəsinə və qarnına 2 dəfə zərbə vurub. Meyidi gizlətmək qərarına gəlib. Ayaqlarını, ardınca əllərini və qollarını kəsib. Başını bədənindən ayırıb. Söyüşlərindən əsəbi hələ də soyumadığı üçün cinsiyyət orqanını kəsib. Olduğu yerin müəyyən edilməməsi üçün onun mobil telefonunu sındırıb zibil qutusuna atıb. Sonra avtomobillə yaşadığı evə gedib. İcraatında olan 240-116-108 nömrəli cinayət üzrə təqsirlənən şəxs İstanbul Beysədə Eldaroğlu'nun ifadəsinin yerində yoxlanması istinadən hərəkətini keçirirəm. Bu qapı açıqıydı, gəldi, bu qapı açıqıydı. Ayın 9 oldu. Bu qapı açıq. Oradan birazdan gittim, oradan qayıtdım gəldim. Ayın olmuşdu. Və oradan gələndə şıqlar dönüldü. Yaxşı görürüm. Yaxşı görsəm, mən üçün biraz çəkli yola çəkmişdim. Qayıdıb bana gələndə telefonu çıxartdım, oradan gələ-gələ onun şəkili çəkdim. Gəlib onda da şəkili çəkəndə də o yatmış şəkili. Durmuşam orada, yanında, burada, şəklini burada çəkdim. Və o hələ yatmışdı. Nə məqsədlə çəkilmiş şəkili? Şəklini onun üstümündə yatdırdı məqsəd. Niyə yatırsın? O deyirdi, mən yatdım. Yəni, deyəndə deyir, yatdım. Mən onu sulu üçün çəkdim. Sonra elə boyanda o ayrıldı. Ayrılanda dedim, niyə yatmışsın sizin? Dedi, belə yumur. Nə deyir? Yatdım, yuxulamışım da deyir. Sonra gəldim bu tərəfə, dedim, mən bir ayağa da. Yatmışsan, hələ bir gəlmişsən, bir ayağa da. Götür qaldır o sloganla, belə dedim ona. Və kresman üzü belə şey. Presonu bu vəziyyətdədir. Mən presonu tutdum, tutacağını çəkdim özümə. Özümə çəkdim, o mənə əl atdı. O mənə əl atdı, dedim, kim atırsan? Mən atırsan. Bir də şillə attım. O yaxamdan yapışmışdı. Və yaxam atdı. Mən ona şillə attım və tutdum boynundan çəkdim mən. Söyüşdürdü. Söyüşdürdüyünə görə mən tutdum, bunu çəkdim bırak. Buradan fırlattım, tulladım. Orada tuğladanda o yıkılmış şəkildə mənə var yoxsuzmuşdu. Yerdə uzanmışdı. Hə, yıkılmış vəziyyətdə. Mən də yaxınlaşdım. O söyüşdürdüyünə görə bir tane qarnına ayəsən dedim, bir tane də sifətinə var. Kimə söyüşdü? Kim var yanında? Sonra tutdum boynundan, sürdüm, gətirdim, tuğladım sanırım. Buradan gəldim, tuğladım, Bu istədən keçir. bir boynundan yapışdı, bir belindən tuğladım bura. Nalaya sözü mən deyip buraya vurdum ben. Sonra geldim durdum burada. Burada vəziyyətdə dayandım. Bu vəziyyətdə elimi koydum buraya, burada dayandım. Durup buna bakarım. Bir xeyli keçdi, o oturup, başı o tərəfəydi, sonra qalktı. Qalktı, oturdu, ben başını çevirdim benim tərəfə. Çevirdi və mənə söyüşdü. Söyüşdüğünü burada mən sürətlə gəlib, kimə söyüşsən deyib, bir yumruk vurdu sırtına. Sırtına yumruk, bura gibi düştü ya. Biraz kırıldadı, durdum böyle başın üstünde. Yorulma harcı. Kırıldadı, kolunda tutmuştu yukarı. Sol. Bir tulladı burada kolunu. Böyle bir ses kesildi. Hem kırıldı bir anda. Geldim bile durdum. Baktım böyle çek, gördüm ki kırıldadı. Evet, bir anda. Biraz zararlandım. Biraz zararlandım, bizim bu tarafa geldim belirsin. Ben durdum, bir baktım, dedim belki nəsə özü bizliyə vurub, nəsə özü sarıqdır belirsin. Geldim belirsinə, əvəbinə və tərəfiylə belə vurunda ki, bu səs səsində görün ağaracaq, görün, yılmadı yəni. Yəni, əvəbini necə vurdum, yerdə qaldı. O momentdə o şey, üzərimdə biraz şey yarandı məndə. Yəni, bana nə oldu belirsin? Oturdum,
Əlimi qoydum boynuna, gördüm ki, vurmur nəfsi. Yəni öldüyünə əmin oldu sənin oldu. Oldu. Sonra geldim, gittim. Ayaklarına el uzanıyordum. Geldim oturdum orada. Geldim oturdum orada. Biraz seyret oturdum. Həmin stolda. Hemen sonra. Belki oturdum. Köşede yok. Belki de oturdum. Hayır oturdum. Oturdum. Sonra durdum geliyor. Bu təxminən neçə müddət keçdi? Xeyr vaxt gedibdi. Mən çox ez, deyər ki, bəlkə saat oldu, bəlkə nəsə belə. Ümumiyyətlə, yarım saat söhbət 4 çox oldu. Bəs mübahisə ümumiyyətlə nə belə davam edir? Mübahisəm da az. Az. Az yəni nə belə müddət nə belə? Təxminən onun hamısı bir yerdə olsun, bir 15 il, 3-15 il olsun birinci. Belə gəldim. Sonra tam baxdım, əyərimə baxdım, gördüm əyərdə bu şimdi. Sonra baxdım, bir də gördüm, tam nəfəs alınır. Bədən soğuyub. Ben bunu neydim, nalarım. Gittim, krop götürdüm, geldim. Sivil kropu. Harada götürdün? Şu an. Maşında... Bura hansı ararsızlığı vardı? Top açarlar içinde. Böyle. Geldim. Benim nalarım, kroplar bağlayacağım. Orada bir tane cəmi yarıcı kropum vardı. Böyük kroplarda, böyük torbalar. Yəni selofon torbalardı. Onlardan nə rəngdeydi? Qara. Gördüm bu kropa yerləşəndir. Bunu mən gecəliyim, haraplarıma maşında bagajlıdır, yəni bagajlıqda yerləşəndir. Bunu əv nailələrini dizdən kəsdim. Öldürüyorum, ölən nəfəsdir, bıçağına kəsdim. Sağ adını götürdü. Bıçaq maşından götürdüm. Əvin kəsdim, qoydum ayrı bir kroka. Sonra qolunu kəsdim. Harada kəsiz ola götürdü? Hamısını bir kəsdim. Burada. Sonra başını kəsdim. Ayrı. Siz bu hissələrin, bədən hissələrini ayırarkən Ayrı kəsdim. Massiv, yəni kütlərin qanaxma baş verdi. Kan yerdə vardı. Yəni mütləq kan idi. Geniş hissəyə yayılmış. Çox yox. Genişləri deyil. Evet. Axmırdı da, kan tökülürdü amma axmırdı belə. Yəni vaxtlanmış vəziyyətdə. Sonra dəsmal getirdim. Hamızda. Həmin qanları yudum. Duvar yoxla qoyamamışlar. Oturdum, gözlədim. Uşaqlar məktəbə getməliyəm, deyəcəm. Kroka yudum, topladım, maşını arkada saxladım, maşını saxladım, orada saxlamışam. Əlindəki paltarları nə edirsiniz? Əlindəki paltarları da həmin qanlarla sildim. Evet. Yəni o qanlar oldu da, ya belə. Əvvəlcə burada turlamışam da, çap. Ayrı bir kroka yığıb, turladım məktəbin qarşısına yığıldım. Meydan aşı protokoluna müəyyən oldu ki, siz zərərçəkmiş şəxsin cinsiyyət orqanını kəsirsiniz. Söyüş sözünü o kəsmiş. Onu izləyib tutuyorsunuz. O getdi. Yəni telefon torbaya düşdünüz, bütün bədən hissələri. Sonra nə ilə bağlı olsun? Skoç. Yapışqanı deyil. Yapışqan deyil. Öz avtomobilinizi yük yönü qoyuyorsunuz. Öbər. Ondan sonra nə yazdınız? Gittim Nərləşana, evə, uşaqlar götürdüm, gəldim işte. Bu müddət ərzində meyit sizin maşınızda olur. Bəli. Nə vaxt onu topladı? Xadmasınız. Bazar günüydü, 6-cı bazar, 2 gün dördü. Pazar günü. Yəni ifadənizi göstərmişsiniz 12 may 2024-cü il. Düzdür? Harada bunun basılmış torbağa? Mərdəkanda evin yaxınlığında qumlu zilxan vardı, zil töşkən yer vardı. Sizin yaşadığınız evin yaxınlığında. Bəli. Ayın 10-u səhər saat 5 radələrində yenidən məktəbə qayıdıb, Natiqə məxsus Chevrolet markalı avtomobili sürüb, Ağşəhər yaşayış massivinin yaxınlığında saxlayıb, imtahan keçiriləcəyi üçün ayın 11-də səhər Dövlət İmtahan Mərkəzinin işçiləri məktəbə gələrək sinif otaqlarını və məktəbin giriş-çıxışını yoxlayıblar. Heç kimin daxil olmaması üçün qapılara möhür vuraraq gediblər. Saat 12 radələrində torbalara yığılmış meyidin hissələrini məktəbin pilləkənlərinin altından çıxarıb maşının yük yerinə yerləşdirib. 2 saatdan sonra Mərdəkan qəsəbəsinə yaşadığı evə gəlib, yaxınlıqda boş torpaq sahəsində quyu qazaraq meyidin hissələrini bastırıb. Mayın 14-də polis əməkdaşları Natiq Mehdinin itkin düşməsi ilə əlaqədar onu sorğu-sual edərkən törətdiyi cinayət əməlini etiraf edib. Elsəvər İslamov əlavə edib ki, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələr qəbul etmir. Demək, İslamov Elsəvər Eldaroğlu
ilkin izahatında göstərmişdi ki, Məmmədov Natiq Mehdoğlu'nu qəsdən öldürərək Mərdəkan qəsəbəsində, Ramin İsmailov küçəsində dəfn etmişdir, yəni toprağa bastırmışdır. Hal-hazırda Xətai rayon 13 saylı vəkil bürosunun vəkili Məhəmməd Neymətovun və kriminalistin tibbi ekspertin iştirakı ilə biz İstanbul VSV-nin göstərdiyi ünvandayıq. Hal-hazırda baxış keçirilir. Siz nə deyə bilərsiniz bu arada? Natiqi döydüm. Özünüzü təqdim edin əvvəl. İslamov Elsever Yıldırım. Biraz uzadan danışın. İslamov Elsever Yıldırım. 55 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktorum oldu. Bu ay neçəsi olub? 9 axşam olub. 9 may. Bəli. Saat neçədə? Gecə saatını dəqiqləşdirmirəm. Gecə saat 11-dən sonralarında təxminən. Siz nə məqsədlə getmişdiniz məktəbə? Mən maşınımı götürmək üçün getmişdim oraya. Aramızda biraz mübahisə yarandı. Mübahisə yaranan zaman, söyüş işlənilən zaman əsəbləşdim və mən onu vurdum. O da mənə əl qaldırdı dajda, onda mən daha əsəbləşdim. Nə vurdunuz? Yumruğuna. Yumruğuna vurmuşam, yıxılmışam da təp yıxılmışam. Hansı nahiyələrinə vurdunuz? Baş hissəsinə. Məktəbin hansı hissəsinə vurmuşsunuz onu? Foyda Qan izi var idi yerdə. vardı. Sildiniz onu sonra? Bəli. Nə sildiniz? Əsmalı. Sonra meyidi nə ediniz bəs? Meyidi sonra fikirləşdim, nə edeyim? Maşınıma qoyanda maşına yerləşmirdi. Maşının bağış hissəsinə, balacadır bağıcı. Nə maşındı sizdə? Mitsubishi yox. Maşına yerləşmədiyinə görə onun ayaqla dizdən aşağı, diz nahiyələrindən gəlsin. Nə keçsiz? Bıçağına. Məktəbin içində? Bəli. Bıçaq nə ediniz bəs? Bıçaq maşındadır. Hal-hazırda sizin maşında Bəli, var. adi bıçaqdır. Bıçağı həmişə maşında gəzdirsiniz? Maşının cibində o belə bıçaqdır ki, necə deyim, belə işlətmək üçün də bıçaq. Yəni o məqsədlə də deyil beləcə. Mən elə işlər görməmişəm ümumiyyətlə. Qara salafan proka qoyan zaman onun bədəni donmuşdu. Necə donmuşdu? Bərkimişdi. Bərk olduğuna qatlanmadığına görə qol nahiyələrini kəsdim, baş nahiyəsini kəsdim, bir də dizdən kəsdim. Proka büküb gətirdim bu yerə dəfnə basırdım. Bura nə vaxt dəfn eləmisiniz? Bura 9-10. Yəni 9 maydan 10 may keçən gecə saat təxminən neçədə? Belə vaxtlar. Və həmin gündə maşında gəzdirim. Maşında öldüm. Hə, gün ərzində maşında gəzdirmisiniz. Öldürmək fikrində dördüm. Döyməkdir, amma öləcəyimi bilmirdim. Buyurun, konkret halda bastırmışsınız meyidi, göstərə bilirsiniz. Yavaş yavaş qazınlar bu insanlar. Bu hissəyə arası. Yavaş yavaş qazın. Bak o buradan yavaş yavaş gör. Altından vur korkma. Altından. İçi salafanlardır yoksa. Ha? Çok oldu da salafan ha. İçi salafandır. Gaz kaldırıp telefonu. Burada. Əldə yeni ordu. Sök. Yaxşı burada değil. Buradan kazın ben. Biraz bu tərəfdən qalsa. Gene cırladaq lan şeydir. Cırlasın. Gel. Evet söyle. O da bırakmaydı. Pardon. Bir ayağı. Yok kişi de burada. Evet abi. Onlar da orada. Ya ihtiyaç yok bilmem. Orada bak. Bir dənəsi də var. Ona ver, təmiz olur. Başla. Bu derler. Ne kadar? Orada Şahid Yaqut Kərimli ifadəsində göstərib ki, orta məktəbdə direktor vəzifəsində işləyir. Natiq Mehdi 2021-ci ilin noyabr ayında onun əmri ilə işə qəbul edilib.
Mayın 10-da müavini Elsəvər İslamov Natiqin məktəbin qapılarını açıq qoyub getməsi barədə məlumat verəndə onunla əlaqə saxlamasını tapşırıb, amma İslamov gözətçi ilə əlaqə saxlamaq mümkün olmadığını deyib. Ailə üzvləri də bildiriblər ki, Natiq işdən evə gəlməyib. 2-3 gündən sonra polis əməkdaşları gələrək kamera görüntülərinə baxıblar. Video görüntüdə bir şəxsin digərini vurması qeydə alınıb. Qaranlıq olduğu üçün dalaşan şəxslərin üzünü görmək mümkün olmayıb. Qalxın məhkəmə gəlir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə baxış iclası açıq elan olunub. Baxılıb İslamov Elsəvər Eldarov Cinayət Məcəlləsinin 120.2.4, 392 və 245-ci maddələri ilə itham olmasına dair cinayət. Təqsirləndirilən şəxs özünü təbliğ edir. İslamov Elsəvər Eldarov. Geçən ildə ağır tanınma olsun. Biri dekabrı 1966-cı ildə Göçmələrin oldu. Həbs olunana qədər Xəzər rayonu Qərdəkan qəsəbəsi Ramil Qasımov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Mən yeganə meyitli, Natiq meyitinin bacısıyam. Yeganə meyitli Məhəmməd. Bəli. Deyirəm, işte sənə, ay, çılaq. Metin Anadolu oğluna və sosial ağır nəticələrə səbəb olmaq suçlaması bölgəsindən öldürülmüş, bölgəsindən tanayını etmiş. Çox sualınızı uzatam. İslamov ayağa qalır. Dövlət ittihamçı sizə qarşı irəli sürülmüş ittihamı elan edir. Bilirsiniz nədə təqsirləndirirsiniz? Sizə qarşı 3 maddə üzrə ittiham irəli sürülür. Siz ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə, meyit üzərində təhqir edici hərəkətlər etməyə və vəzifə səlahiyyətlərini aşmaqda itham olunur. 120-ci maddə üzrə Cinayət Məcəlləsində 14 ildən 20 ilə qədər müddəti azadlıqdan məhrum etmə, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzası, 309.2-ci maddə üzrə 8 ilə qədər, 245-ci maddə üzrə 5 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası cinayət qanunu nəzərdə tutulur. Özünüzü bu əməllərdə təqsir edə bilirsiniz. Hansı hissədə bilirsiniz, hansı hissədə bilirsiniz? Mən onu öldürmək fikrində olmamışam. İçində almamışam. Yəni, nə ilədiyim özüm dərk eləmişəm. Söyüş yolu, söyüş yolu. İfadə vermək üçün bizə şərait yaradacaq. Özünüzü təqsir edə bilirsiniz, bilmirsiniz, onu qoyursiniz. Qismən təqsir edə bilirsiniz. Təqsirlənən şəxsin cavabını dəqiqləşdirmək istəyirlər. Qismən icazənizlə, qismən məsəl üçün nədə ifadə olunur, nəyədə qismən? Qəsdən adam öldürmədə, yəni ağır başlıqlar, təsdiq. Mən onu öldürmək istəməmişəm. Orada bir şey yoxdur. Onda bir şəkildə belə qeyd edək ki, belə başa düşür ki, öldürmə niyyətiniz olmayıb, sadəcə ölürlər elə. Elə? Bilməmişəm də olur. Bilməmişsiniz, yaxşı. Zərər çəkmiş şəxsin hüquqi varisi yeganə Mehdi ifadəsində göstərib ki, hadisə baş verən zaman Türkiyə Respublikasında olub, qardaşı ilə tez-tez əlaqə saxlayıb. Mayın 9-da Natiqə mesaj yazsa da, qardaşı onun ismarıcına ümumiyyətlə baxmayıb. 2 gündən sonra bacısı oğluna zəng edib qardaşı ilə maraqlananda o Natiqdən xəbəri olmadığını söyləyib. Ayın 14-də ona məlumat veriblər ki, qardaşı işlədiyi məktəbin direktor müavini tərəfindən öldürülüb. Yeganə Mehdi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Dövlət ittihamçısı Elsəvər İslamova 20 il cəza təyin edilməsini istəyib. Son söz söyləyən Elsəvər İslamov bildirib ki, bu hadisənin niyə baş verməsini özü də anlaya bilmir. Bircə onu bilir ki, Natiq Mehdinin söyüş söyməsi onu hövsələdən çıxarıb.
İslamov Elsəvər Eldaroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirli bilinsin. Məhkəmə nəticəyə gəlib ki, Elsəvər İslamovun əməllərində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 245-ci qəbir və ya meyit üzərində təhqir edici hərəkət və 309.2-ci vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduğu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin əlamətləri var. Odur ki, ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2025-ci il martın 17-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsəvər İslamov cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə 19 il müddətinə azadlıqdan məhrum olunub.